Düşünün ki evdə oturmusunuz, heç bir yerdə çalışmadan pul gəlir sizə. Bu mümkün deyil, eləmi? Amma əslində mümkündür. Necə? Gəlin belə düşünək. Biz qabları və yaxud da paltarı əllə də yuya bilərik, düzdürmü? Amma bunun üçün artıq paltar yuyanlar var, artıq qab yuyanlar var. Biz nə edirik? Kreditlə və yaxud da yatırım edə-edə xırda bir pulları yığa-yığa biz istəyirik ki, onu o paltar yuyanı və yaxud da qab yuyanı gətirək və evdə istifadə edək, düzdür? Biz bunu istifadə etdiyimiz zaman nə edirik? Həm vaxtımıza qənaət etmiş oluruq, həm heç bir fiziki əmək sərf etmədən daha da rahat şəkildə, daha da təmiz şəkildə o qabları və yaxud da paltarı yumuş oluruq, düzdürmü? Və eyni zamanda o sistemə özümüz nəzarət etmiş oluruq, düzdür? O vaxtı siz qurursunuz, onun qurutmasını, onun nə vaxt oradan götürülməsini, nə vaxt bitməsini, nə vaxt başlamasını siz təyin edirsiniz. Eyniliklə də düşünün ki, siz xırda-xırda, yavaş-yavaş özünüzə yatırım edirsiniz və siz hansısa bir salonda işçisiniz. Amma sizin etdiyiniz yatırımlar yavaş-yavaş böyük bir məbləğə gəlib çatır. Və yaxud da hər hansısa bir kredit, biznes kreditə müraciət edib biznes kredit götürmüsünüz. Və siz nə edirsiniz? Avtomatik olaraq özünüz üçün düzgün bir iş qurursunuz, salon qurursunuz və salonu düzgün şəkildə sistemə salırsınız. Və avtomatik nə olur? Sizə geri dönüş çox mükəmməl bir şəkildə gəlir. Burada nə olur? Siz artıq normal bir yaş həddinə çatdıqdan sonra çox böyük bir fiziki əmək sərf etmədən çox gözəl pullar əldə etmiş olursunuz. Ona görə də insan gərək beynində olan sistemi düzgün şəkildə istifadə etsin. İnsan öz beynini yaxşı bir şəkildə sistemə saldığı zaman ona inanılmaz geri dönüşlər olur. Özünüzün qədrini bilin.